فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. Qardaş soruşur ki, qardaşlardan birinə qonaq getdiyim zaman həmin qardaş əgər siqaret çəkəndirsə, onun arxasında namaz qılmaq olarmı? Və onun imam durması düz sayılarmı? Qardaşlarım, ilk öncə bəyan edib söyləmək istədiyim budur ki, insanın siqaret çəkməsi kitab və sünnə ilə haram olan şeylərdən biridir. Kitab və sünnə ilə haram olan və qadağan olan şeylərdən biri də insanın siqaret çəkməsidir. Siqaretin pis və murdar bir şey olması haqqında qardaşlarım, siqaret və tüstü məclisi adında bir dərsimiz var. Qardaşların ona qulaq asmasını tövsiyə edirəm. Geniş bir şəkildə məlumat almaları üçün və həmçinin hər birimiz üçün fayda olması üçün siqaret və tüstü məclisi adında dərsə qulaq asmalarını tövsiyə edirəm. Burada sualın cavabını tam bir şəkildə uzatmamaq üçün o dərsə yönəldirəm. İkinci məsələ qardaşlar, siqaret çəkənin və ya digər günah edən, asilik edən bir kəsin namazda imam edilməsi gərəkməyən və lazım olmayan bir şeylərdəndir. İnsan gərək insanlar içərisində imamı o kəsi tutsun ki, müsəlmanların imamı namazda elə bir kəs olsun ki, dinində, istiqamətində doğru düzgün olan və tanınan, gözəl dini ilə tanınan bir kəs imam durmalıdır qardaşlar. Çünki insanın imam durması, namazda imamlıq etməsi balaca bir məsələ deyil. Böyük bir məkana, əzəmətli bir məqama uyğun olan məsələlərdən biridir qardaşlar. Onun üçün Muhammed sallallahu aleyhi və səlləm deyir ki, qövmə, insanlara, bir tayfaya, dəstəyə Allahın kitabını daha çox bilən imam dursun. Əgər onlar Quran-ı Kərimdə eynidirlərsə, sünnəni daha çox bilən dursun qardaşlar. Sünnədə eynidirlərsə qardaşlar, hicrəti daha ilk edən dursun deyir. Əgər hicrətdə də eynidirlərsə, o zaman İslama onlardan kim daha tez giribsə, həmin insan imam dursun qardaşlar. Onun üçün qardaşlar, imam durulma məsələsi kiçik məsələlərdən deyil. Yaxşı olar ki, asi olan, siqaret çəkən və digər qismlərdən günahları edən kəs imam edilməsin və imam qoyulmasın. Lakin qardaşlar, həmin kəsin namazının səhih olub olmaması, imamlığının düzgün sayılıb sayılmaması barədə alimlər ixtilaf ediblər. Yəni qardaşlar, iki məsələni qaçışdırmayan. Birinci, demək istədiyim odur ki, yaxşı olar ki, başqası imam dursun, asilik etməyən, dini ilə tanınan. İkinci məsələ qardaşlar, alimlərin ixtilafı ondadır ki, əgər bir kəs asidirsə, günahkardırsa, istər siqaret çəksin, istər də digər bidətləri edən bir kəsdirsə, həmin kəsin imam durması doğrudurmu və düz sayılırmı? Bu barədə alimlər arasında ixtilaf var. Bəzi alimlər deyirlər ki, həmin kəsin arxasında namaz qılınması düz deyil qardaşlar. Onun dininin və imanının naqisliyinə və dininin naqis olmasına görə qardaşlar. Dininin zəif, imanının naqis olmasına görə. Digər elm əhli, bir tayfə elm əhli deyir ki, qardaşlar, onun namazı səhihdir və onun namazı doğru sayılar. Onun namazı səhihdir, onun namazı doğru sayılar və həmçinin həmin kəsin arxasında namaz qılınması da icazəlidir qardaşlar. Çünki həmin kəs müsəlmandır, kimin özü özlüyündə namazı səhihdirsə, həmin kəsin imam durması da səhihdir. Əgər siqaret çəkən təkcə namaz qılanda onun namazı qəbuldursa və düzgün sayılırsa, o zaman imam durduğu zaman da onun namazı səhih sayılır. Çünki sahabələrdən çoxları qardaşlar, bəzi zülm və fasiqlik ilə tanınan əmirlərin arxasında namaz qılıblar. Onlardan biri də İbn Ömər radiyallahu anhumadır. Həccacın arxasında namaz qıldı, hansı ki o, insanlara zülm etməsi ilə tanınmışdı.
Ən səhih rəy, ən səhih qovl da budur ki, qardaşlar, asinin arxasında namaz qılınması və onun imam durması səhihdir. Racih qovl da budur. Asi bir kəs imam dura bilər, onun arxasında namaz qılınması da düzdür. Lakin onun bir nümunə kimi tutulması, imam qoyulması, əgər başqa bir salah əhli varsa, xeyir əhli varsa, doğru düzgün yolda olan, dini tam və asiliklə tanınmayan biri varsa və insan bacarırsa ki, o imam dursun, çalışmalıdır ki, həmin kəs imam dursun, qardaşlar. Şeyx İbn Baz rahimehullah və həmçinin Şeyx İbn Utheymin, Allah ona rəhmət eləsin, bu fətvanı vermişlər, qardaşlar. Bu məsələdən danışmışlar. Şeyx İbn Utheymin rahimehullah bir fətvasında buyurur ki, qardaşlar, sigaret çəkənin arxasında namazın qılınması səhihdir. Çünki sigaret çəkənin özünün özlüyündə namaz qılması səhihdir. Kimin özü tək namaz qıldıqda namazı səhihdirsə, o imam durduqda da arxasındaşlarının, ona tabi olanların və özünün namazı səhihdir, qardaşlar. Onun üçün, qardaşlar, insan qardaşlara səsi çatan və nəsiyyəti keçən qardaşlara nəsiyyət etməlidir, günahlardan uzaq durulması barədə. Allah daha gözəl bilir.